أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وهو خير ناصر ومعين قال رسول الله صلى الله عليه وآله وسلم أخاف على أمتي من الشرك. Böyük cələsədir, çox əzəmətli kongrədir. Hər adamda ləyaqət olmaz mamsın qapısına gələ. Hər adamda dəvət olmaya gələ bilməz. Hətmən qabağına bir iş çıxar, oturar önündə. Ta ki biz burada qapıdan girmişik içəri, Bil xanım Zəhradan dəvətimiz var və çağırıbla. Hətmən də qəşəh gəlsək, fərəsatlı gəlsək, o cür ki olar söylə, huzur tapsaq, alab gedəcəyik. Çağırıb elə verməyə biləxərə bizim hacətimizi verməzək, neyinir bizi burada? Mərifət verib mən bugün gəlmişəm, sən də gəlibsən, sənin səhmin məndən çoxdur. Mən dəvətəm, sən öz eşqüvə gəlibsən. Sənin savabın da məndən çoxdur, huzurun da savabı məndən çoxdur, ağlamağın da savabı məndən çoxdur, istəməyin də məndən qüdrətlidir, mərzi gərək sən dua eləyəsən, nə mən? Çünki mən dəvətəm bura. Mən deyirəm, məni dəvət eliblə, gedirəm 5 gecə filan yerdə danışam. Sən ki gəlibsən, sən öz eşqüvə gəlibsən. Sənin ərzüşün da qabil müqayisə mənim huzurumla deyil. Ki mən deyəm, ağa mən getdim filan yerdə danışdım, məzələn oxudum, məndən iltimas dua elədir. Mən gərək yapışam sənətəndən deyəm, sən Allah məni də dua elə. Gözün doldu, məni də dua elə. Giriftar, işi götürüb sən uşağı da zindəcanlığınla da vurubsan, deyibsən gedim xanım Zəhranın balalarına əzadar olum. Çox böyük eşqidir. Ağamın eşqi adına əvəz eləmək olmaz. Amma gərək sən eləyəsən, bir dənə bağ alısan, bağı almaq çox yaxçıdır, bağı saxlamaq mühümmidir. Onun meyvəsini qurt vurmaya, alaq olmaya, oğru gəlməyə, savabı qazanmaq yaxçıdır, çətindir. Və burada da benab-ı fərmudə və mistaq-ı hədis-i İmam-ı Sadiq mənbəka, o əbka, o təbaka və cəbət ləhul cənnə. Ağlayana, ağladana, elə səs verənə, ağa behiş burada vacib oldu. Bunu saxlamaq yaxçıdır. Buna aşqal qatmayaq, buna qeybət qatmayaq, buna töhmət vurmayaq, buna məniyyət qarışdırmayaq. Qoyun elə qoya xalis qalsın. Aparırsan təlanı satasan təla vuruşa, təla vuruş götürür, otu tutur o təlanın üstünə. Niyə? Deyir içində aşqal olsa qoy ərisin geçsin ha, mən onlara bir şey vermərəm. İmam Hüseyin də xalis adam istəyir. Odur Peyğəmbər Xuda buyurdu, əxafu alə ümməti minəşşirk. Ay mərdim, qorxuram məndən sonra ümmətim yoldan çıxala. Ya Resulallah, botpərəst olacaqlar, buyurdu, yox namaz qılacaqlar. Ya Resulallah, nə iş görəcək, burada oruç da tutacaqlar, Məkkiyə də gedəcəklər. Və ya Resulallah, nəydən qorxusan? Buyurdu, qorxuram bulan işləri mənə gör olmaya, mərdümə gör ola, millətə xatır ola, Allaha xatır olmaya. Ağa İmam Hüseynin niyə işi yaddan çıxmır? Məgər nə qədər adam ölübdü bu cəngidə? 72 nəfər kollən yarım gün, halə səndənə bir gün kollən cəng olub, bir gün. Niyə bu cəngi yaddan çıxmır? Cəngi cəhani dovvumda 20 milyon adam ölüb, 34 min məlul cəngisi getdi işinin dalısına, pərvəndəsi bağlandı. Amma bir dənə cəngidir, yarım gün ittifaq düşüb. Bəd əz 1400 sal, indi də sənə deyəndə sallallahu aleyhi ya Abdullah gözlərində olur. Deysən, ay dədəm nənəm sənə qurban. Niyə? Bəran ki, Aşura cəzzabdır, bu hamını cəzb eləyir. Ağa, Aşura günü oğru da qərəcəyir, kulahbərdar da qərəcəyir, yalancı da qərəcəyir, düz də qərəcəyir. Hamı deyir, ağa mən nökərəm bu kişiyə, bu kişinin mən nökəriyəm. Ağa sən kimi taparsan ki, yarım günün ərzində bir belə tərəfdarın çəkə-tökə çöllə. Neçə milyon nəfər, neçə milyonlar qəza verirlər və eşq ərbabı bir kəfən. Ondan da sonra deyir, asibhay Aşura. Aşura nasibi yoxdur ki. Aşuraya mən asib düzətməsəm, Aşuraya asib gəlməz. Aşuranın asibi yoxdur, bir belə tərəfdarı var. Aşuradan cəhan istikbar qorxur. Sən istəyir bundan dərs-i şəhadət örgəşməyəsən. Aşuranın asibi budur, gətirərlər, qoymazlar bizim xanımlarımız, xanım Zeynəbdən hicab örgəşə. Oğlanlarımız Əbəl Fəzadan qeyrət örgəşə. Oğlanlarımız Əli Əkbər ağadan ədəb örgəşə. İstəyir bizə hər zad intiqal verə. Buyurur, fəmən kanə yərcu liqa rəbbih. Qur'an buyurur, hər kəs istəyir Allahın rəhmətinə varid ola. Fəmən yə'məl əmələn salih, fəl yə'məl əmələn salih. İşin Allaha görə olsun. Heç kəs ibadətdə
namazda gələcək məhdə, qoy görsün nə mən belə ağladım, qoy görsün nə mən belə elədim. Heç qoy elə, görən özü görür, kifayətdir. Simi vəslilə sən otur. Nə, mən səni elə məcbur eləyənmərəm ki, ucadan hay ver, ağlaman, bəyaz adam yavaş ağlar, bəyaz adam uca ağlar. Amma bu iki ürək verək ərbabın cələsəsinə, qızışdıraq, ərbabın cələsəsi şuluq olsun. Allah buyuruyor, ya eyyuhannas, ay mərdüm, İ'budu rabbukumul-lezî halaqakum. O Allah ki səni yaradıb, ged ondan təşəkkür elə. Təşəkkür elə. Biri sənə əli və bir sıçan su verəndə bir təşəkkür eləysən. Bu Allahın ləyaqəti yoxdur, nəuzubillah. 17 rəkət gündə namaz qılasan. Sənin ərbabın axı Kərbəla çölündə bəsatı namaz açdı. Buyurdu, inni uhibbus salat. Mən namazı çox istəyirəm. Şiə gərək namazdan ötü can verə. Şiənin də namazı əvvəl vaxtdan soğuşmuyor. İmam-ı zamanın dalında durab. Tamamı qudrət deyə yabnəl Həsən. Ağa mən varam ha. Hər vaxt gəlsin sərbazın amadədir. Yoxsa bir gün sərbazı filan yerdən geçə, filan yerdən. Baba vaxtında sərbaz gərək amadə ola. Peyğəmbər Xuda buyurdu, Səd ibn Məaz, insanın əməli necə gün işıq verər, günə baxmaq olmaz. Sənin əlan burada huzurun, sinə vurmağın, ağlamağın, namaz qılmağın, əzadarlığın, eyni gün kimin işıq verir. Bu əməli aparırlar gövə. Əvvəl asımanda kəsillə qabağın. Məmur məxsusu var da. Besahab ki də. Ağa bu kimin əməlidir? Deyir Molla Turabi, Sərabi. Əməlin aparıq üstə. Saxla görüm. Qoy görək Turabi əhli qiybətdəyi. Qoca mərdumun dalı ilə danışmaz. Bizim heyətlərimizin bəlası nədə lan? Qiybət. Hansı heyət var o bir heyətin dalı ilə danışmıyor? Hansı Hüseynci var o birisinə bir ədabazlığı olmuyor. Gördüz filan, gördüz qəzaların ki, baba səni restorana çağırmayıb, tərəf Darüşşəfa deyək, tərəf getməz döhdürə deyək, şərbətün şirindərdi ha. Deyər sağ olsun, tez toxtatdı məni, acıydı, vəli tez məni toxtatdı. Biz bura bərbab-ı şəfa gəlirik, ağlamaq da şəfadır. Əgər bir moğa gözün doldu, ha gözü hevihdir, bu dəsmal kağəziyə gözü silib atmayana. Mədyun elə özü, bax. Çəh əlvə, çəh boğazıva, bimələ özüvü. Bu göz İmam Hüseyin yolunda ağlayıbdı. Bu gözün Allah yanında fövqüladə ərzişi yuxarıdır. Buyuru deyəcəklə saxlayırək. Kimindir bu? Molla Turabi. Görə əhli qiybətdəyi. Nəzir olub, familin dalı ilə. Elə yetirik, hayana projeye qiybəti açıldı. Ha, gördün filanını. Ha, gördün bəhmanını. Baba oxuyanda ki, o danışanda ki, onlar heyyət quranda ki, mən əlan ittifaqa neçildir, elləti bu iki Şəkərbulaq məscidinin cələsələr yaxçılar, hənuz o riyanı qarışdıranmayıbla bura. Odur parlayır, 5 ilin heyyəti də adam yer bə, 50 ildir burada bərnamə yola salırlar. Niyə? Çünki riya hənuz özün burada şayət yerinə sala bilməyib. Ona görə buyurur, əgər əhli qiybət olsun, deyərlər, qeytər o əməli çal elə Turabinin üzünə, denən əkələt kəl qeybə, qeybət sən əməli yedaradan apardı, heç datday sənə vermədilər. Şeyx Muhammed Təqiyə, amılı rəhmətli böyük ariflərdənidir. Gecə yuxuda gördü, bir düşməndən savaşır, əlin qoyub xittəyinə boğur tərəfi, yuxudan qatdı gördü, öz əlin qoyub xittəyini özünü öldürür. Baxdı hədisi Peyğəmbərə gördü, vay adamın öz nəfsindən böyük düşməni yoxdur. Adamın övünü heç kəs adamın özü kimin yıxanmaz. Heç kəs. O adam ki gedib əlan qalıb zindanlar quşəsində soruşanda deyir, xodkərdərə tədbiriniz özüm elədim. Filanələrlə özüm dolandım, filaniyə özüm pa verdim, filaniyə özüm SMS verdim. Heç kəsin düşməni adamın özü kimin olmaz. Adamı heç dadı özü kimin vuranmaz yerə. Məniyyət, qurur, keb, nexvət adamın abud elər. Buyurur ki, muvazib olaq ha. Düşmən birdən adamın gələr, girər qeybət aməlində, əməlləri yiyər xərab elər. Qeybəti qoyaq kənara. Qeybəti qoyaq kənara. Gördün birin qeybətini ellədi, qoy çık ged eşiyə. Başarırsan difa elə. Kur'an məcər nə buyurur? Buyur ay mərdim, niyə bir-birinizin qeybət söylüyorsunuz? Niyə bir-birinizin ətüzü yeyirsiniz? Ha, razı sən qardaşın ətin yiyəsən, qeybət eləyəndə tərəvin ətin yeysən, əl-qeybətü əşəddu minəz-zina, günah şəni və nabəxşudəni zina. Ki əlan camiəni sel kimin alıb ağzına aparır ha. Hənuz deyil, yox bunların yeri deyil mənbərdə.
Mənbərdə ittifaqən bunların yeridir. Tərəf bilə kimin qapısından nökərçilik eləyir. Bir qalbidə həm mehri səməd, həm sənəm olmaz. Bir başda həvauye, boto beytol hərəm olmaz da kefli olasan İmam Hüseynə də sinə vurasan. Bir dənəsi olar, hansını intiqab eləyəcən, intiqab elə düzəl yolu var. Əslən İmam Hüseyn minnəti yoxdur. İmam Hüseyn yalvarmır mənə. Mən gərək yalvaram ona deyəm, sən bilnən ön zəhra yapış əlimdən. Əbəl fəza sən bil o anovun ruhi yapış mənim əlimdən. Övüm yıxılar xırxırıyacaq keçərəm ləcənə. Da mən etcəs buradan çıxardanmaz. Buyurur bir qapıda sabit qədəm ol, kişi tamam ol. Necə İmam Hüseynin yarlarının da tay gəlməz. Bəran ki bunlar dedilər 100 seridə ölək, doğranaq, tikət olaq, kül olaq, cinə qəydək, Əbi Abdillaha təh qoymarıq. Nəinki bir dənə filan xanımla dost oldu İmam Hüseyin getdi Çin dalına. Ağa qərara getdi. Ağa və heyyət hələ gəlləm, sabah gəlləm. Bugün bir mühüm deyir elə sənin bir yatımlıq çayın vardı. Xoş gəldin. El o da Allah deyir sən elə bəsat açacağım. Gedəsən də işte hən axırınacaq gələnməyəsən. O ləalləkə tərəddəni min babikə və ən xidmətikə nəhəytəni. Deyir Allah olma gördüm mən. Ey yaşam dedim baba gedeyim mənim. Ataşqal müştəriyə laqəm yoxdur. Get oğrağın biri oğraq. Get hara getsən get. Harda çəp olacaqsan özün bilərsən. Buyurur əvvəl asımanda kəsəllə mənim qabağımı, əməlimin qabağın. Deyəllə qoy torabı əhli qiybətdəyin. Nə cür bir itdə rahat, bir itdə pak damən xanıma töhmət vırır. Pak damən kişiyə töhmət vırır, dalayacaq danışır. Ondan da sonra gedir sinəni açır, şaraq elə məçid uçur. Elə həll oldu hər zat. Baba qibətin altından çıxmaq olmaz. Qibət çətin bir əmridir, tərəfin abrısı ilə oynuysan. Onun heysiyyətini aradan aparırsan. İmam Hüseyin məktəbi gərək bunu mən örgəşə. Şiə gərək qibətə bir dənə qırmızı xət vura, qoya kənara. Deyə qibət sənin pərvəndin mənim yanımda bağlandı. Tamam. Asman əvvəldən soğuşdu, asmanı dovvuma saxla görək kimindir? Malla Turabi Sərabinindir, əməl. Saxla görək. Əhli fəxri furuşu deyik, poz əhli deyik. Maşını ilə, libası ilə, övü ilə mərdumun qəlbin yandırmaz. Tərəfdir, ağa bir həyət alacağım, bu metrajda bir moblu vuracağım. Nisiyədən, mərsiyədən, nuzuldan, atdan, aşqaldan, ağa belə pərdələr ola, famil girən dövmə əncələ day, hamı heyran qalala, day danışan olmaya bax, hamı əlinin dalın vura yerə çıxa. Peyğəmbər buyurdu, bu damı çatacaqla qiyamət günü kürəyə cəhənnəmdə rejə gedəcəksən. Niyə? Bəran ki, mərdümün ürəyin qan eləməyə sən bu işi görübsən. Sən gəldin nəvərin ürəyini ələ gətirəsən, ya ürəyin qan eləyəsən. Buyur, oğladı Adəmi təfaxürə nə işi? Ağı insan nədir, təfaxür nədir? Ağı çürük sümüklərə bir iddə var. Biz filanilərdənik, biz filanlılar, biz filan şəhridənik. Həsən girəm dədön müştehiddir ba, nə olsun? Həsən girəm dədön reis quvve qəzaya, nə olsun, nə olacaq? Məni tutub yiyəcək. Ha nə olacaqdık baba? Girəm pedər tobud fazil, az bəhrə pedər toraçı hasil, özün gör nə mənəsən baba. Dədön yaxçı adamıdır, eldarıdır, qonaqçıydı, əldən tutardı. Sən ki oğruyub tamam mənasan, get başı qoy yerə öl da, dədön abrısını aparıbsan. Dədövə izzət ol, nənövə izzət ol, qoy tayfon adı eşidəndə kef eləsinlər, desinlər bu bizimkidir ha. Deməsinlər biz bunları tanımarıq, familləri elə oxşuyur bizim familimizə. Buyurur insan var görsən bitdə çürük sümüyə iftixar elər. O şəxsi qaça gəldi məhzəri Peyğəmbəri Xuda. Ya Resulallah mən falan ibn istəyirdi deyə biz geçə yerdənik. Filan ibn Furdi, Həzrət filan eləmə baba. O tayfadan 9 nəfər cəhənnəmə gedəcək. Biri sənsən, biri də o dədöndə. Amma bəqisini də demirəm. İnnə əkrəməkum indəllah ətqakum. Buyurur o adam ki Allah'la öz arasında bir hesab kitab ola, bəli, ona bir şey verəcəklər. İnnə əkrəməkum. O vərəsələr oturdun yerə. İnnə əkrəməkum indəllah ətqakum. Bunu bax avizə qulağımız eləyək. Yəni Allah kimi çox istəyir. Allah o cavanı çox istəyir. Allah o alimi çox istəyir. Əbaqəbə ilə də deyil. Çox əbaqəbəli var. İçində əməl olmasa kəllə süzdə basacaqlar cəhənnəmin otuna. Nə olsun? Libasdır da. Zəncin biraz metraj açdı, bizimki metraj çox. Nə olacaq? İçində gərək əməl ola. Yemığın içində əməl ola. Mığın içində əməl ola. Olmasa heç də dil ağaca da gedirsən elə bu şəkildə olacaq.
Fərqi yoxdur. Koş şalvar olsun 10 milyon pul. İçində gərək onun əməli insan yat o libasın içində. Yoxsa bir dənə mari əf'i xət, həfqət yata aləmi vırıb bir-birinə. Onun nə qədər tez ölə belə behtərdir. Buyurdu sevvumin asımana keləç soğuşturdular əməli. Kəsəcəklə qabağın. Kimin əməlidir? Torabi bədbəxti sərabı malla var. Saxlı ürək əhli. Tafa təkəbbür deyin. Özün çox tutmazdı mərdümə. Baba valla bula hamısı məqtədir. Bax elə mərufiyyət məqtədir. Qutuldu. Dünən mənim burada səsim batmışdı. Elə büyün duva ilə, iğnə ilə, ampulla, iltimasla fizikli boğaz açılıb. Tamam. Boğazımın yolu tutulsaydı danışan dilə biları xoruz banlayırdı. Tamam qutuldu. Tamam. Nə qərəcəkdim? Allahın yaxasından tutacaqdım. Ya qətəvəzləyəcəkdim. Diyem sayfa çıxart bir dənə Japonusun sal. Qoy xoş iş tutuyor. Tamam. O qədər oğullar vardı. Bir dənə düyməsini Allah verdi. Delete silindi. Müştehid oldu. Sıfır. Uşaqların tanımır. Tərəf deyir dədəmə vermişəm oğlum pula barıb. Deyir bu kimdir? Deyirəm dədə oğlumdur. Tanımırdı. Öz nəvəsini tanımırdı. İnsan bir belə işdatdı. Ha nə mənəmizə təfaxür eləyək? Nə mənəmizə? O qaç göçək olan qız vardı ki, bir dənə iki dənə cuş çıxartdı, pis günə qaldı. Buyurur çox göydə getmə. Herkes çox bolənd pərvaz olub, ömrü az olub. Bunlar hamısı məqtəydi. Hamısı mənim əlimdə etibarıdır. Məqamda, mövqeyyətdə, dövrəbərdə bir gün adamı hal velərlə, paralla gövə, bir gün həmunlar gövdən çöyrəllə yerə. Nərdivanı incəhan mav mənis, Aqibət innərduban beşkəstəniz Lacərəm ankəs ki balatər neşəz Ustıxanəş səxtitər xahət ki Məruf adamın yıxılmağı da səsi çox olar Abırsının getməyi də pis olar Buyur hamısı itibarıdır Əmirəl-Müminin buyur oğladı adamın təkəbbürə nə niyazı Anne özübü belə tutubsan Əvvəluhu nutfə, əvvəlin mındar sudandır. Tərəfin boynuna quslu cənabət gələndə, vah zəhləm özümdən gedir. Qaçın bir duş tutum, irgəndim özümdən. Deyir, o mındar sudan yaranıbsan, abi belə poz verirsən. Səni bir belə yerə gətirmək olmur. Həmin mındar su, abi belə dəbdəbə kəpkəbün var. Axəri hucifə, axərimi də öləm, dəfn eləm, gələ gəndiyim məmləkəti götürər. Mabəqi ömrümü çoxud Əmirəl-Müminin aşpazxana ilə tuvaletin vəsətində qutuldu. Elə yedik getdik dəstgah. Ay bala nahar nədir, şam nədir, sübhanə nədir, əsranə nədir, kuftu nədir, mənə izafə qəza ver, mənə 2 izafə çörək ver, evin yıxılmasın və doymayacaqsan. Buyurur, ma qərrəkə birəbbikəl kərim. Axı nəyə Allah müqabilində bir belə təkəbbürü var bu insanın. İnsan hara gedirsən axı. İnsan deyirsən həmun adamsan bir belə ləpəcək, rusub, qalanda kolyöndə, özün də olmasın görübsən famildə, tərəf fərşi çeynir ödə. Deyir, tez ol denə, nə mənə müsəkkin var vırsın, mən öldüm. Day döhdürün, day nəm növbədir, qadam var içərdə, görsən baş üstə girdi mətəb, baba, çıxeşiyə deyir, mən ola bilmərəm, öldüm döhdür, tez ol fəqət patladım. Niyə? Deyir, bir gətirə daş qalıb, o kolyündə səni bu cür oynadır yerində. Dişin ağrır, yetişib əsəbə, o yekəhd adam, əlin qoyub üzünü, övdə dığırlanır bura, ora, ətir vırır, ot kulon vırır, kuftu vırır, zəhrimar vırır. Niyə? Gedsən dötür çıxadır, tüh cəhbi gətir, səni bu yeri pəncər eləmişdir, bir gətirə tüh. Elə ki onu yandırdı tərəf elə bu aram oldu. Deyir, baba insan nə mənəmiz var, heç dadımız yoxdur. Odur Peyğəmbəri Xuda vurdu, şey olmasaydı bu bəni Adəm Allaha bəndəlik eləməzdi. Bu insan, bu insanın bir məğrur zamanı vardı, heç kəsə boyun əymez. Bir mərəz olmasa, bir fəqr olmasa kasıblıq, bir də ölüm. Ağa bəzi adam var, mərizzad olmayıb, deyəsən filan, kilo neçədir? Ölçür da, hər yə biqim, o ədədi neçədir? O cürləri mən susuz aparıb, susuz gətirirəm. Veyl ilə müştehidim mallarının kilo neçədir? Namaz nədir? Ammələ ki, deyətdi, döhtür, bəniyə, bir vaxt gətiribsən, bula məzəbdə bir yaz. Hə, bədximdir. Elə bu bədxim, elə bu sasatın cəhdin tərəfin. Day qutuldu. Sənlə bu bundan sabahdan bunun vəzinə bax. Bədxim, yəni nə mənə? Yəni çübsən üz əşyağıya gedirsən, səratan. Görürsən, elə yumuşanı bağa, gədiş bu həmun adam deyil. Ədə bu nə qədər məhəbbət, acabisi dua buyuruz.
Hacı abi biz iltimasdır abi. Abi biz nökərik sizə. Mənim namazlarımdan biraz qalır. Hacı indi başlamışam. Birazdan da vəsiyyət eləmişəm qılsınlar. Deyir hə indi yumurta yük aparırsan ba. Dəmetkər. İndi oldu ba. İndi həm Türk piyadə gedə. Çox gövdə gedirdin. Baba Allah da buyurur. Hayana belə gövə getsən. Fəəmmə mən təqa və avsərəl həyatəd dünya. Fəinnəl cəhimə hiyəl məva. Çox gövdə gedənləri çörüb baş üstə basacağım. Cəhənnəmin qərində yandıram. Ara gövə gedirsən. Nə özündən çıxıbsan. Bəzi adamın sirvəti var görsən. Pul ver rədd olsun. Baba pulu dəyməcər. Baba ərzaq pul dəy. Vallahi anlaq da lazımdır. Bəzi öydə görsən, bəzi xanımlar bizimlə dərd edilir. Zəh vırır, piyem verir. Acaba mənim bu ərim hər zadı pulda bilir. Her vaxt deyir pul qaf sənduqda da götürə. Baba məhəbbət lazımdır. Bu la məhzəbin yanında məhəbbət olmasa tənha pulun faydası yoxdur. Pul həllal məşakildir. Amma məhəbbət olmasa kilid itibdir ləbi. Həll olmayacaq. Hər zat pulda deyil. Hər zat pulundan da insaniyyəti pula satmazlar ki. 4 dənə tərəf kitabı oxuyub day ağa ayağının altında görmür. Döhdürdü gedsən yana. Mərzi qoyub qabağına donlayır. Nəyə bir vaxta qalıbsan sən işin tamamdır. Baba təşxisin ki qələtdir elhamdülillah. Başarmısan bunu başarırsan ki la qəlbi dildarlıq ver. Den inşallah yaxçı olarsan. Tərəf gedirdi bimar döhdürdü qəbristanı üzün tutub soğuşardı. Bir nəvər deydi niyə bir qəbristana yetirindi belirliysən. Dedi bulan çoxum mən öldürmüşəm istəmirəm tanıyarlar. Bizim əksərimiz döhdür etməsəydi 5-10 il dizafə qalardıq. Mənim o göz dədəmi döhdür öldürüb. Yani kişi öz ayağı ilə oruçluqda gedib bimaristana dərəb baxıb, məsələn döhdürdü da da etimadım var da mən döhdür olsaydım qoymazdım o işi görəsən ki. Sən bədənində heç qan yoxdur, tez yatıldın 6 kisamına qan vurun. Pabeç adamın bədənində kurulan 6 kisa qan var, el o yatıq oldu ki yatdı. Bax məni 6 il giriftar elədi, benavanı zəmincir elədi. Demir hamının cavabını kim verəcək? Ay oğlan sen pulundan ötü sen istəyirsən mərdumi xanə xarab eləyəsən. Sen öz pulu açatasan mərdumun başına ne oyun gəlir gəlsin. Baba başarmısan otu yerində çox gövdə getməyi səndən mütəxəssislər də çox işində qalıblar. Çoxları qalıblar. Əflatun həmin adamdır ki ishalın dərmanın kəşf elədi. Amma özü bu dərdinlə dünyadan getdi. İshal tutdu öldü. Çacirdi dedi evin yıkılmasın dərmanın tapıbsan iş düzəl da. Dedi get bir livan su getcə. Həmin dərmandan töhdü suva. Daş kimin yığıldı bir yerə dedi ağa qoymur ey Allah bu rudədə əsər eləyə. Gərək mən öləm, biləm ki mənim əlimdə heç nə mənə yoxdur. Tərəf öz adın qoyub ustadı əxlaq. Ağa mənə elə bu mikrofon dalında şəxsiyyətim gərək həmin ola ki mərdum cəmin deyəm. Nə olun mərdumə mənə tələbkar deyirlər ki düşən mərdumi qatam qabağıma birini otursancam qoy qaşket sənin elə düzüncək mən yalan billəm qutuldu da bəs mərdumə qərələmişdin da bunları mənə demirdin adı qoysan ustad əxlaq kitab yazıbsan təşkilat bu sənin bərxurdundur mərdum gərək bizdən əxlaq örgəşə nəinki dilimizlə əməldə gərək mənim dədəm övdə durub namaz qılıydı mən də baxın namaz qılıydım dədə əgər istəyir uşağı övdə mütəəbbid ola nənədə də gərək müqəyyəd olalar ibadətə. Yoxsa gizlində namaz qılmaz. Uşağın gözünün qabağında qıl, qoy bilsin ki, övdədə namaz qılarlar. Birdən qonaq çırıxıb övvə gələndə namaz qılanda uşaqlar dövrələməsinlər ki, bu nə oyun çıxadır. Əzbəs övdə namaz görmür, bəzi övdə namaz qılırsan, başını qozuysan, görsən dövrün doludur uşağına. Elə mi məsələn zəncir qırır tərəf pəhlivan vəsə. Baba valla namaz qılır, bu ayrı bir iş görmür. Niyə? Övdə gərək bu işi görəsən. Ben ya seriyalı Mənutova baxanda özün xanəvadı ilə baxsan ziyarət aşuraya sancılanırsan. İmam Hüseynin aş bir dənə ziyarət aşurasına qoy uşaq bilsin nə xəbər vardı. Uşağın əvvəl paygahı xanəvadədir, sonra mədrəsədir. Əvvəl mən uşağı tərbiyyət eləyəcəyəm. Xanım da baxar mənə, ağa da baxar xanıma. Gərək bir-birimizdən dərs alaq örgəşək. Həzrət Peyğəmbər Xudaya Allah buyurdu ya Resulallah havasu cəmilə əxlaqı uzadı tond eləyəsən bunlar hamısı dövründən dağılarlar. İnsan əxlaqla yaşar. Əxlaq ayrı bir aləmdir. Heç kəs ona qiymət qoya bilməz. Heç kəs. Dədənin əxlaq olmayanda heç uşaq onu razı deyil saxlaya. Gərək bir həyat verəsən, bir yer verəsən, gəsən Allah bu dədəmzə. Deyir evi yıxılan əxlaqı yoxdur ki. Başını da yuram yamanlayır, üzün də öpürəm yamanlayır. Bilmirəm ki, neyniyim, mənim dədəm mənə yaman deməsin.
Əxlaq yoxdur day. Heç kasıb da əxlaq kasıbına çatmaz. Day onun heç vaxt sərmayəsi çoxalmaz. Bizim ağamız Əmirəl-Möminindir. Buyurdu bala Həsən, bu İbn-i Mülcəm sözünü əlinizdə vurib eləməyəsiniz. Mənə nə verdiniz elə, buna da ondan verin. Gəl biz amma, bir dənə çıraq qırmızdan ötü qarnımızı sökürük xiyavanda bir-birimizi. Aşıfda bazar düşüb, gövcənin kilovu 7000 tümən. Evin yıxısın Allah, zatuva lənət eləsin. Sənin cibin dolur, elə xanəvadə var, 1 kilo gövcə tapıb alanmır. Deyirsən mən bunun ahı qoyacaq sən adam olasan. Deyirsən sən qoyacaq ki o pul səmərə çatan. Niyə? Bərain ki xiyanətli pul, o pul ki mərdümün nifrini onun dalayacaqdı. Heç kəsi saadətmənd eləyə bilməz. Mütməin ol, Allameyi Bəhrul Ulum A'lallah məqaməhü şərif 8 mərtəbə İmam-ı Zaman huzuruna çatmışdı. Molla Əhməd Nəraqi sahibi kitab-ı Mi'rac-ı Səadə getdi Nəcəfə. Tamamı üləma gəldilər bunu görələ. Seyyid Mehdi Bəhrul Ulum gəlmədi. Molla Əhməd Nəraqi o qədər oftad idi. Bizlərə bu ittifaq olanda İstəyir duracələ dövrəbər qoy. Niyə sən getsən filanın məhəllisinə? Qoy cəhənnəm olsun. O cəni hesaba qoymuyor. Baba, biz kim? Din yəni nə mənə? İnsaniyyət yəni nə mənə? Yəni Allah məndəz yəni nə mənə? Yəni o gəldi mən də gedeyim. Rəft amə, bəlkə çoğun imkanı yoxdur. Molla Əhməd Nəraqi durdu, gəldi. Seyyid Mehdi Bəhrul Ulumun önünə. Seyyid Mehdi bunu görəndə dedi, bildin niyə gəlmədim səni görəm? Kitabında Kebrər acı çox yazmışdın. İstədim görüm özün də əhli əməlsən, ya bunları yalandan mərdümə qərəliyibsən. İstədim görəm, insafən gördüm ki kişi tamamsan. Buyurdu Peyğəmbər Xuda, qorxuram mərdüm yoldan çıxala, qorxuram mərdüm dindən çıxala. Niyə ya Rasulallah? İşləri mərdümə xatir ola, Allaha xatir olmuyor. Allah'ın da verecek bir abru Seyyid-i Şühəda. Bizlərim əməllərimizi məhz rizai pərverdigar, məhz rizai Seyyid-i Şühəda qərar versin inşallah. Allah bu huzurları, bu qədəmləri, bu nəfəsləri, bu istidə qalmaqları İmam Hüseyin dəftərində zəbt eləsin inşallah. Hər yerdə söz ərbabı şaistə salavat xətm eləyək. Şayət çox vaxt gələk burada yer olmaya, çox vaxt ayaq üstə qalaq, biləxir istidə qalaq, çay çatmaya. Bunlar hamısı İmam Hüseyin qapısıdır. Xanım Zəhranın təvəccühü var. Həzrəti Ayətullah Şeyx Nəsrullah Şəbistəri mən bunu bugün gördüm. Özü buyurur ki, barha və barha Nəcəfdən Kərbəliyə mən piyada gedərdim. Qoca bir müştəhid idi. Əxirən Salı 82-da Şəbistərdə fot elədi, Təbrizdə də dəfn eləyiblər. Ayətullah adı Şeyx Nəsrullah Şəbistəri A'lallah məqaməhü şərif deyir, mən salhay sal piyada Kərbələ ilə Nəcəfin yolunda olardım. Bir gün bətər ayaqlarım tavəl vurmuşdu. Bu səfərdə ayaqlarım belə qabar oldu. Şikayət elədim, gəldim Ayətullah Luzma Xoyi Rəhmətullah aleyh məhzər nəzlədim ağa, ayaqlarım qabar olub Nəcəf Kərbəla yolunda, belə qalmışam. Ayətullah Xoyu baxdı mənim ayaqlarıma. Buyurdu, bu tavəllər neçiyə satsan? Qiymət qoy götürürəm də. Hər neçiyə desin alıram bula səndən. Dedim ittifaqən ağa, satıram, qiymət qoy. Bir dənə qiymət təyin elədik, qərar oldu. Sabah Ayətullah Xoy mənim bu qabarlarımı məndən ala. Bunlar ki Kərbəla yolunda qabar olub, mənə kulli pul verə, bu qabarlar onunki ola. Deyir, gecə getdim, yatdım. Yuxuda xanım Zəhranı gördüm. Buyurdu, neçiyə satsan o qabarları ayağında. And ola Allah'a əgər tamamı qətərat baran və şenhay biyabanın həddində Ayətullah Xoy sənə pul verə. Əcr-i mənəvi ki qiyamətdə məni Zəhradan alacaqsan, heç vaxt omunun tayı ola bilməz. Deyir, sübturdum, gəldim, dedim, ağa, mən münsərifəm, mən də satmıram. Ayətullah Xoy burada elə pulu ki demişəm verirəm, qabarlar da özüvün. Əcrin də qiyamət günü xanım Zəhradan alarsan. Burada istidə dayanırıq, əzadar oluruq, məddah oxuyur, təşviq eləyirik, səs veririk, əlimizi qozuyuruq, ağlayırıq, sinə vırırıq. Bunlar bil hamısı hesab kitab üstündədir. Hamısı dənə bedənəsi. Kim gəldi nəcr otdu, kim ziyarət Aşurada gəldi, kim Mallada gəldi, kim Məddahda gəldi, kim axırda Duvada gəldi. Hamısının adını yazırlar. İsfahanda
Bir tane tacir vardı. Her il aşura ihsan vererdi. Her il ihsan vererdi. Allah tamam olar ki bu tuğle mah Muharrem o sefer ihsan verirli erbaba. Allah İmam Hüseyin defterinde saptır zapt eləsin inşallah. Bir il her zadın da derece geçin alar. Diğer İmam Hüseyin'den göre mamile eləyəndə İmam Hüseyin'e derece geç bize adalasan. Düvü derece geç, et derece geç. O zaman bunların modu gəlyan da verermişler der. Tembaku tutun da dereceyi çaldım koydum öve. Oğlanlarıma dedim ben bilgi edirəm dəhəni Kərbəla-i Müəllaya. Siz mənim əvəzimdən bu ihsanı verərsiniz. Deyir getdim Kərbəlaya. Bəran ki İmam Hüseyinlə mamile ilə qoxma nəzr eləyəndə yek bir həftad. Yani 1000 tümən versin 70 min alacaqsan. 1 milyon versin 70 milyon İmam Hüseyin qaytarır. İmam Hüseyin kərimdə heç kəsə boşluq almaz. Heç kəsə minnətdar deyil. Əbi Abdillah bir şəxsiyyətdir. Kullu Kərbəlanın yerini aldı qaytardı özlərini. Buyurdu bak bunu verdim özüzə. Amma məni burada öldürəcəklər, mənim qəbrimi tapanmazlar. Zairlərimə mənim qəbrimi görsədərsiniz, deyərsiniz Hüseyni burada doğradılar. Bu yerləri verirəm sizə, özdə 3 gün mənim zairimə xidmət elərsiniz. Əbi Abdillah Kərim ağadır. O qət Kərimdir ki, o boşlu getdi qapısını döydü boynu çiynində. Allah heç kəsi dünya malından dalı salmasın. Üzü qər olsun bu dünya malının piyitdəni. Vağən görürsən, ha qeyrətli kişini sıxıb suyunu çıxardıbdı. Tərəf dedi ki ağlaya borcum var boşlu kəsib qapım. Həzrət buyurdu nə qədər borcum var dedi ağa 400 dirhəm. Əbi Abdillah 1000 dirhəm verdi. Özdə qapının layından verdi ki kişi utanmaya. Kişi saydı gördü 1000 dənədir ağa bu çoxdur. Həzrət buyurdu azdı cinə çoxaldım. Yox otdu yerə bətər ağladı bu şəxs. Ağa vurdu niyə ağlıysan? Əcazdı çoxaldım dedi yo ya Hüseyin. Bunu ağlayıram ki Allah bu əllər də gedəcək topraqlar altına. Belə kişilər də öləcək. Kərim ağadır, İmam Hüseyin Kərimdir. Ağa hər nə İmam Hüseyinə dərəcə. Elə cələsən ki İmam Hüseyin cələcəsi gərək bu cür dərəcə yek ola. Gərək dərəcə yek ola. Va cendən biri gəldi. O müştehitlərdən biri vardı, deyir soruşardı. Cələsən əcürüdür, şulluğudur. Deyərdim ağa neyini sən axı? Buyurardı qoy görüm nənəm Zəhranın balalarının yasına gələn çoxudur. Qoy görüm çox adam gəlmişdir. Əzəmətli olmuşdu. Baba sövüldü əzəməti. Gərək elə bu cür dərəcə geç ola bax. Nə qət canımızdan maya qoyaq. Vallah billah barha var ayrı münasibətlərə bura cəmiyyət yığılıb. Heç bura yek pəncümü, yek dəhumu da olmayıb. Amma onlara hələ biz şanda tədarük görəndə, vədə də verəndə, amma öz eşqi ilə gəlib əyləşib burada. Yəni bu eşqidir, ayrı bir zat deyil. Ayrı bir zat deyil. Gərək köynəklərimizi çıxadıb atmayaq. Yer elə bura gələndə sətlərcət səy eləyək qərəmiz əynimizdə olsun. O böyük müştehitlərdən bir nəvər deyirdi. Görərdim Məhərrəmin axırladı. Bu qərəsini çıxatmayıb. Deyərdim ağa. Və səfər az qalır ağa. Bax, qərəyi niyə çıxatmısan? Baxardı, buyurardı. Hənuz əmmələrim Mədiniyə qayıtmayıblar. Görərdim qatıq çörək yeyir ödə. Nahar yemir, şam yemir. Müfəssəl qəza yemir. Deyərdim ağa. Buyurardı. Hənuz Rüqəyyə viranədə bunu da tapanmırdı ya. Belə baba etiqadına niyə gələsən? Bu qapıda alıp gedəcəksən da bu etiqadda olsun bəli. Hala yo hələ gedək bir daşdı vıraq hələ tutar tutmaz. Mınnan olmaz. Gərək yıxılasan deyəsən ya Əbi Abdillah gəlmişəm ba. Yapış əlimdən qoyma ayrıca gedəm ha. O tacir deyir. Tacir deyir getdim Kərbəlaya. 2 gün qalırdı Aşuraya. Şəbi Aşura bətər ağladım. Məni yuxu tutdu hərəmin kənarında. Gördüm İmam Hüseyin ağa gəlir. 2 nəfər də katib kənarında buyurur yaz bu hacı bir ton bizə ət verdi, bu bir ton düyü verdi, yazırlar bir mənə yetirəndə buyurdu bu tacir özü bizə qonağıdır. Bunun da Allah qəbul eləsin ihsanın yaz vəli qəlyanlarının təmbakuları dərəcə doğdu deyir. Yuxuda etiraz elədim ağa mən dərəcəyə çalıb qoymuşam və durdum tezcə qayıtdım İrana. Oğluma dedim oğul be o qəlyanların niyə təmbakuları dərəcə doğdu? Dedi baba onu dedik sən qonaqlava o dərəcə yeki veririk. Buna da getdik dərəcə yek tapanmadıq. Buyurdu eviniz yıxılmasın. İmam Hüseyin hamısının hesabı vardı. Hətta buyurdu o aşpaz Əbbas aşpaz vardı. O da bir kirbit istifadə elədi qaz yanmırdı onu da yaz. Əbbası çağırdı dedi Əbbas ağa mənim bu xətmi ihsanımda nə mən öcübünü dedi vallahi işte qoymam. Ağa be hələ bir fikirləş gör. Dedi ağa qazlar yanmırdı fəqət kirbit yoxdu. Özüm buyurdu o bir kirbiti İmam Hüseyin yazdı dəftərinə ha. Elə kişilər vardı. Darı nədarların verdilər. Eşidibsən barha və barha.
O Hindistanda o kişi her il erbaba azadarlık daha koyardı. Azametine kapısını açardı. Şeytanladılar, malik hakim geldi, malım müsaade elədi dedi, hakkın yoktu. Məhərrəmə biraz qalanda kişinin dizləri əsdi. Hanım gördü ağlayır. Hanım da ağlıysan kişi dedi, baba da məhərrəmlik yetişir bil, heç ərbaba heç iş görməmişik. Dedi, yox oğul doğmuşam bugünkü günə da, göt apar bazarda qulandı sat. Gət ki, hələ ərbabın qoyma əzası xar ola. Dedi, axı bilmirəm, oğlum axı gələr, gət ki oğlumla danışaq görək. Oğul hazırsan dedi, dedem neredesə ərbaba mənim canım qurban. Yapışıb oğlun əlindən yolda gedir, gördü bir ağa kəsdi qabağını. Ağa nə qəşək qulamı var, dedi ağa satıram əgər mail olsun. Bir kisə zər verdi, oğlanı apardı. Söynə kişi gəldi, bəsatı açdı, qapını açdı. Xanımına dedi, elhamdülillah bir ildə hələ şərmənd olmadıq ərbabdan. Elə qonaqlar oturmuşdu, gördü oğlan ağlaya girdi içəri. Oğul bə qaçdın da dön abırısı gedə və mən bu pulu nəcür qaytarım o sahibine. Dedi yok baba elu məni alan ağa dedi ki get də dövədinən rahat rozəsin qoysun. Hüseyin eşyası şərmənd eləməz. Eşyasını abırısını aparmaz. Hakimə də demişəm gətirə pullarınızı verə. Ərbab budur, bu ərbabın qapısındayıq. Şam-ı Qəriban İmam Səccad Aleyhisselam'dır. O erbabı ki İmam Hüseyin görmeyen müsibetlerdi İmam Səccad gördü. İmam Hüseyin görmedi balaların vuranda ama İmam Səccad elə görürdü balalar taziyanın altındadılar. Emmelerin məşrub şərab cələsəsində İmam Hüseyin görmedi. Ama İmam Səccad əli qoynunda bağırdı. O nanəcib yaralı başı yer atanda hanım rubab qaçdı yaralı başı aldı qucağına. İmam Səccad bir bağırdı dedi canım qurban Hüseyin'in yaralı başı nə bayət ki bu Əbi Abdillah ve İmam Səccadanın Şam-ı Qəribanıyıq. Amma heç kimin Şam-ı Qəribanı Əbi Abdillahın Şam-ı Qəribanıcək olmaz. İnşallah istifadə eləyəyiz məhzəri məddahı bu ədəbi cələsəmiz ba şuarı ərbabın adıyla inşallah dəvət eləyə. Canım Hüseyin, canım Hüseyin, ey canı can. İhtiyacım var Ali'yi getir İmam Zaman'a nişan ver kurban olum. Canım Hüseyin, canım Hüseyin, canım inşallah beynül haremeyn eviz abadu canım Hüseyin,